Rusiya sülh məramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki təbii yataqların talan olunmasına qarşı etirazlar bugün də davam edir. Artıq 3 gündür keçirilən etiraz aksiyalarında iştirakçıların sayı hər gün artır. Tələb isə birdir: Azərbaycanın təbii sərvətlərindən qanunsuz istifadəyə son verilməsi və yataqlarda monitorinqin keçirilməsinə şərait yaradılması. Artıq 3 gündür qeyri-hökumət təşkilatlarının üzvləri, ictimai fəallar və könüllülərdən ibarət yüzlərlə insan Şuşa-Xankəndi Laçın yolu üzərində Qarabağdakı ekosidə və yataqların qanunsuz istismarına qarşı etiraz aksiyası keçirir. Heç bir zorakılıq və qarşıdurmanın baş vermədiyi dinc aksiya bugün də öz axarında davam edir. Sadəcə 1-2 istisnanı çıxmaq şərti ilə. Belə ki, sülh məramlıların təminat karvanının ekofəalların aksiya keçirdiyi ərazidən keçidi üçün imkan yaradıldı. Bu faktın özü yolun Azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülh məramlı kontingenti tərəfindən bağlandığının sübutudur. Rus sülh məramlarından da əsl sülh məramlı mövqeyi gözləyirik. Təəssüflər olsun ki, hal-hazır nümayiş olunan istər münasibət, istər mövqe bir tərəflidir, neytral deyil. Ona görə də bizim bir mənalı olaraq tələbimiz məhz buranın açılması Azərbaycanın müvafiq qurumlarının, monitoring qruplarının gedib yerində monitoring etməsidir. Sosial medialarda ekoaktivistlərin nömrələri yayılmışdır. O məqsədlə ki, yəni ora müraciətlər olsun, əgər təcili tibbi yardıma ehtiyac olsa, amma heç bir müraciətlər qeydə alınmayıbdır bugünə kimi. Yaşasın Azərbaycan! Əsas məqsədimiz qanunsuz istismarın qarşısını almaq və monitoring qrupunun işlərinin görməsinə şərait yaratmaqdır. Həmçinin erməni mülki maşınlarının, tibbi yardım maşınlarının keçməsinə şərait yaratmağa hazırıq. Biz tərəfdən heç bir əngəl yoxdur. Tibbi yardım maşınları, sonra digər mülki maşınlar buradan gəlib rahatlıqla keçə bilər. Bizim əsas məqsədimiz öz səsimizi Rus sülh məramlarının rəhbərinə çatdırmaqdır ki, o bizimlə görüşsün və bizim tələblərimizi dinləsin. Ekoloji terror əleyhinə etirazlar axşam saatlarında da davam edir. Bu günləri yolu kimi bağladığında məlum oldu. Məlum olduğu kimi yol necə bağlayırsa Rus sülh məramları öz maşınlarını gələrkən yolu açdılar. Sərbəst şəkildə bizim əksər iştirakçılarımızla çox mədəni şəkildə, sivil şəkildə maşınlara yol verdi. Heç bir slogan atılmadı, heç bir etiraz göstərilmədi humanitar maşınlara. Bütün QT nümayəndələrinin tək bir istəyi var ki, Azərbaycanın torpaqlarında ekolojik terrora son qoyulsun və nəyə görə belə atıldığı ilə bağlı Azərbaycan cəmiyyətinə, Azərbaycan insanına, Azərbaycan xalqına cavab verir. Ermənilər bütün dünyaya bəyan edirlər ki, biz hansı bir humanitar yol kəsmişik, onların xəstələrinin və digər humanitar təchizatının qarşısını kəsmişik. Əksinə isə bu yalan bir məlumatdır, yalan bir informasiyadır. Şuşada Xankəndi Laçın yolu üzərində keçirilən dinc aksiyanın iştirakçıları havaya sülhün rəmzi olan 44 ədəd göyərçin buraxdılar. 44 rəqəmi isə Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini əldə etdiyi tarixi zəfəri simvolizə edir.